Salam dostlar. İlk öncə onu qeyd etmək istəyirəm. Bugünkü videomuz hədiyyəlidir. Şərhlərdə kim ilk komment yazsa ki, mənim bu oxdan artıcıya ehtiyacım var və kanala abunə olsa, bir də Gəncədə yaşayan şəxs olsun ki, mən bunu ona çatdıra bilim. Ona hədiyyə ediləcək bu. Əgər ehtiyacınız varsa yaza bilərsiniz. Mən almışdım, sadəcə istifadə eləmədim, o qədər lazımlı bilmədim. Kimsə lazımlı bilirsə də götürə bilər məndən bunu hədiyyə qismində. Keçək əsas mövzuya. Bu günləri yenə Q7-nin problemlərindən danışacağım. Hansı işləri görmüşəm, nələr dəyişibdir və nələr mənə problem yaradır. Yay sezonu bitdi. Yay sezonu bitənə qədər ən çox mənə problem yaradan şey o oldu ki, bu maşında başladı patrubkalar sıradan çıxmağa. Yəni antifriz soyuducu sistemin şlankları. Deməli, indi hardan nələr xarab olmuşdu bir göstərim. Onu da deyim, üzrü hesab eləyin. Maşın biraz kiçiklidir. Bu gördüyünüz hissədən başlamışdı antifriz axmağa. Sən demə, buradan da antifriz keçir və mənim bundan bir məlumatım yox idi. O da nədir? Arxa sidenyalarda, arxa oturacaqlarda bunda klimat var və o su oradakı peçə gedirmiş. Və ona görə o oradan sıradan çıxdı, uzun müddət dəyişmədiyi üçün. Ondan əlavə olaraq bir dəfə bunda yağ radiatorunun dəyişdiyimə baxmayaraq bir daha sıradan çıxdı. Yenə yağ başladı antifriz olan baçoka dolmağa, bu baçoka. Və onu da dəyişmək məcburiyyətində qaldım. Onu da dəyişəndə əziyyətimiz nədir? Yağ dolur sistemə. Sistemdən onu təmizləmək çox çətin oldu mənim üçün. Yenidən radiator yuyuldu, bütün sistem yuyuldu. Və bu sırada yağ keçdiyinə görə artıq şlanklar da tab gətirmədi. Çoxsu başladı partlamağa, deşilməyə, cırılmağa. Ən əsas isə bu səfər hansı şlankı dəyişdim, gəlin onu göstərim sizə. Deməli, burada bu patrubka var, radiatora bağlanan. Bunu dəyişdim. Bunu da heç asan tapmadım. Gəncədə heç bir şey asan tapılmır. Məcbur olaraq Bakıya müraciət elədim. Bakıdan göndərdilər. İşlənmiş patrubkaya təsəvvür edin, 40 manat pul verdim. Ancaq bu o qədər də qorxulu olan hissəsi deyil. Ondan əlavə olaraq dinamoya bağlanan bir patrubka var idi, o partladı. O da dəyişirildi. Başqa salniklar sıradan çıxdı, antifriz axıtmağa başladı, onlar dəyişirildi. Bir dəfə deməli Göygölə gedəndə onda da patrubkalardan biri çıxdı. O da elə bu tərəfdəki idi. Bu yerindən çıxdı, içindən qırığı var imiş. Oradan qırıldı, başladı antifriz axıtmağa. Bugünkü problemim isə gördüyünüz bu membran şlangıdır. Membrana qoşulan patrubkadır. Gördüyünüz kimi. Bunu biz dəyişmişik bir müddətlik, hələlik. Yəni bu günlərdə ehtiyac hissəsini sifariş etmişdim, gəldi. Bugün bunu dəyişib öz orijinalını taxacam yerinə. Bunda necə? Bu qurudu, başladı, oxalanıb, töküldü. Yəni yararsız vəziyyətə düşdü. Maşın başlamışdı priboy işləməyə, yəni düzgün işləməməyə başlamışdı mühərriki. Hələlik bunu taxdıq. Ancaq bunun yenisini tapmaq mənim üçün çox çətin oldu. Hara zəng edirsən, heç kimdə yoxdur. Üstə gəl, təsəvvür edin, elə balaca bir şlanga 70 manat pul ödədim. Təzəsini indi sizə göstərəcəm. Təzəsi budur. Bu günləri bunu dəyişəcək. Birazdan ustanın yanına gedəcəm. Usta dəyişsin. Sonra baxaq görək nə effekt göstərir. Ondan əlavə olaraq, əgər kimsə tanıdığı, bildiyi varsa Gəncədə, yaxşı mühərrik ustası mənə məsləhət görsün. Bəzi görüləsi işlər var, yağ sızmaları var, onları aradan qaldırmağa çalışıram. Yəni hal-hazırda
Gəncədə yaşadığım üçün çox əziyyət çəkirəm həm ehtiyat hissəsi barədə. Demək olar ki, Gəncədə heç nə tapılmır. Lazım olur Bakıdan sifariş edirəm, gəlir. Onda da necə olur? Burada gedirsən hansısa vasitəçinin yanına, yəni o ehtiyat hissəsi işinə baxan adamın yanına, qiymətləri çox baha verirlər. Yəni bu patrubka internetdə qiymətlərinə baxırsan, uzağı 20-30 manatdır, yəni xaricdə. Azərbaycanda isə bu 70 manatdır. Yəni 70 manatlıq burada məncə heç bir şey yoxdur. Ancaq o qiymətə satırlar. Ümumiyyətcə çox ehtiyat hissələrinə baxırsan, internetdə ucuzdur, amma Azərbaycanda çox bahadır. Belə bir problemlə üzləşmişəm və mənim heç bir partnyorum olmadığı üçün, yəni heç bir endirim falan əldə etmirəm bunları alanda. Həm də yenə deyirəm, normal usta tapa bilmirəm. Əgər tanıdığınız Gəncədə yaxşı ustalar varsa, xahiş edirəm kommentlərdə bildirəsiniz və mən bəzi işlərimi ondan görüm. Bugünlük açığı bu qədər. Başqa danışılası bir şey yoxdur. Əslində çox bir şey var. Sadəcə olaraq bugünün mövzusu bu idi ki, maşındakı patrubkalar. Sağ olun, salamat qalın. Kanala abunə olmağı unutmayın. Abunəliyiniz vacibdir. Çünki ola bilər YouTube'un vasitəsilə pul qazandıq. Bu maşına yaxşı pul qoya bildik. Hələlik isə bu qədər. Salamat qalın.